Bu mərci şorbasını bişirməyimi, necə bişirməyimi paylaşmaqla bilirəm ki, çoxlu adamlar linç yeyəcəm, çoxlu neqativ rəylərlə rastlaşacağam. Amma buna baxmayaraq, mən yenə də şorbanı necə etdiyimi paylaşıram. Mən elə belə bişirdiyimə görə, biraz fərqli etdiyimə görə, bəlkə 2 ildir bu resepti paylaşmıram ki, deyəcəklər ki, yox sən düz eləmirsən, bunun əslində bişirilməsi belə deyil. Hətta türklərə qədər fikirləşirəm ki, gəlib rəy yazacaqlar. Amma olsun. Sonra düşündüm ki, bizim evdə həqiqətən ən çox sevilən mərci şorbasıdır. Buna storylərimə baxanlar da görürlər ki, mən evdə tez-tez mərci şorbası bişirirəm. Uşaqlarım çox sevirlər. Və artıq neçə illərdir ki, məndə ümumiyyətlə əl blenderi yoxdur. Əl blenderi olmayıb. Sadəcə belə kofemolka kimi elə blender fasonu olub. Amma əl blenderi olmayıb. Uşaqlarım da mərci supunu çox sevdiklərinə görə mən illərdir ki, blendersiz mərci supu bişirirəm. Sizlər rəylərdə bildirərsiniz. Sizlər necə bişirirsiniz? Amma blendersiz. Sizin də reseptlərinizi sınayaram. Düzdür, öz reseptimi çox bəyənirəm, amma yenə də. Demək mən nə edirəm? Qazana yağ atıram və kup-kup doğranmış soğanları da ora əlavə eləyirəm. Yaxşıca qovururam. Biraz duz, biraz istiot. Daha sonra çox yox, yarım ədəd kökü də rəndədən keçirirəm, xırda gözündən. Onu da əlavə eləyirəm. Və bir diş sarımsaq, onu da xırda-xırda doğrayıram, onu da əlavə eləyirəm. Və bunları yaxşıca qovururam. Duz, istiot, zövqə görə biraz sarı kök əlavə eləyirəm. Bunlar yaxşı qovrulduqdan sonra kənarda yuduğum mərciməkləri təmiz bütün rəngi, suyun rəngi ağ olana qədər, yəni o qədər yuyuram. Əlavə eləyirəm bu soğançanın üzərinə və onu da qovururam. Hardasa bir 5 dəqiqə, 6 dəqiqə bunlar da qovurduqdan sonra kup-kup doğranmış kartoflar əlavə eləyirəm. Bunlar da 2-3 dəqiqə belə qovrulduqdan sonra üzərinə hardasa bir xörək qaşığı, indi baxır sizin qazanınız nə boydadır. Və tomat əlavə eləyirəm. Bunlar da yaxşıca bir yerdə qovururam. Daha sonra üzərinə ya qaynar su, əgər sizdə evdə ət bulyonu varsa və yaxud da toyuq bulyonu varsa, ondan da əlavə eləyə bilərsiniz. Mən biraz su əlavə elədim, biraz da ət bulyonu suyu vardı, ondan əlavə elədim və qoydum bişməyə. Mərcilər tamamilə bişdi. Kartoflarımız da bişdikdən sonra kartof əzənlə kartoflarımızı, yəni başlayıram içəridə əzməyə. Yaxşı-yaxşı əzdikdən sonra artıq belə xırda-xırda qalır da. Da onu artıq heç bir şey edə bilmirəm. Vəssalam, demək olar ki, supumuz hazırdır. Əgər sizdə yoxsa bir dəfə bu resepti sınayın, əminəm ki, çox bəyənəcəksiniz. Və üzərinə zövqə görə nanə, biraz da limon sıxdım mı, möhtəşəm. Ümidvaram bəyənəcəksiniz. Hələlik.